Benim bakacağım. Senin bebeğinle yaşış. Yaşıyoruz. Şengülüm, şüngülüm, mengülüm. Biri var imiş, biri yok imiş. Bir keçi varmış. Keçinin 3 balası varmış. Birinin adı Şengülüm, birinin adı Şüngülüm, o birinin de adı Mengülüm. Bu keçi her gün gedib meşədə və çöldə otlayar, geri qaydanda boynuzunda ot, ağzında su, döşlərində də süd gətirərmiş. Astanada dayanıb qapını döyərmiş. Şəngülüm, şüngülüm, məngülüm atla-atla, dingildəyə-dingildəyə qapının dalına gəlib soruşarmış. Kimdir? Şəngülüm, şüngülüm, məngülüm, açın qapını mən gəlim. Ağzımda su gətirmişəm, düşümdə süd gətirmişəm, boynuzumda ot gətirmişəm. Şəngülüm, şüngülüm, məngülüm sevinib tez qapını açarmış. Keçi içəri girib onların otunu, suyunu verərmiş. Yedilər, içirər, yatızdırarmış. Sabah örüşə gedəndə yenə də hər gün üçünün üzündən öpüb tapşırarmış. Şəngülüm, şüngülüm, məngülüm, qurd sizi aldadar, aparıb yeyər ha. Hər kim qapını döydü, mən deyən sözləri eşitməmiş, açmayın. Günlərin bir günü qurd özünə söz verdi ki, şəngülüm, şüngülüm, məngülümü yeyəcəm. Keçinin qapısının ağzına gəldi. Yavaş-yavaş qapını döyməyə başladı. Şəngülüm, şüngülüm, məngülüm dingildəyə-dingildəyə qapının dalına gəlib səsləndilər. Kimdir? Qurd dedi. Mənəm, keçiyəm, balalarım, açın qapını. Şəngülüm, şüngülüm, məngülüm deyirlər ki, döyən anaları deyil. Qurddur, onlara kələk gəlir. Qurd nə qədər yalvardı, qapını açmadılar. Qurd qapını sındırmaq istəyirdi ki, bir də gördü, keçi gəlir. Qaçıb bir kolun dalına girdi. Orada gizləndi ki, görsün keçi qapını necə açır. O biri tərəfdən keçi gəlib qapını döyə-döyə dedi. Şəngülüm, şüngülüm, məngülüm, açın qapını mən gəlim. Ağzımda su gətirmişəm, döşümdə süd gətirmişəm, boynuzumda ot gətirmişəm. Şəngülüm, şüngülüm, məngülüm oynaya-oynaya gəlib qapını açdılar. İçəri girdi keçi, həmişəki kimi onlara su, ot, süd verdi. Bir az oradan-buradan söhbət elədilər. Balaları qapını döyüldüyünü söylədilər. Keçi dedi, o hain qurddur. Sonra balalarının üzündən öpüb getdi. İndi sizə xəbər verim qurddan. Keçinin sözlərini qurd öyrənmişdi. Koldan çıxıb biraz gözlədi. Sonra yavaş-yavaş getib qapını döyməyə başladı. Çəpişlər oynaya-oynaya qapının dalına gəlib soruşdular. Kimdir? Qurd səsini keçinin səsinə oxşadıb dedi. Şəngülüm, şüngülüm, məngülüm, açın qapını mən gəlim. Ağzımda su gətirmişəm, döşümdə süd gətirmişəm, boynuzumda ot gətirmişəm. Balaları elə bilir ki, bunları çağıran analarıdır. Cəld qapını açdılar. Qurd o saat məngülümü yedi. Şəngülüm, şüngülüm qaçıb gizləndilər. Qurd çox axtardı, onları tapmadı. Keçinin qorxusundan qaçıb çıxıb getdi. Elə ki qurd getdi, şəngülüm, şüngülüm gizləndikləri yerdən çıxıb qapını bağladılar. Bir küncdə oturub ağlamağa başladılar. Axşam düşdü. Keçi örüşdən qayıdıb qapını nə qədər döydü, ancaq ona cavab verən olmadı. Çəpişlər elə bildilər ki, yenə qurddur. Ona görə cavab vermədilər. Keçi geri çəkilib qapıya bir buynuz ilişdirdi. Dalbadal bir buynuz, 2 buynuz. Şəngülümlə şüngülüm gördü ki, qapını sındıracaq. Gəlib qulaq verdilər. Balaca deşikdən baxdılar ki, analarıdır. Qapını açdılar. Keçi onlardan soruşdu. Bəs məngülüm hanı? Onlar başladılar ağlamağa. Əhvalatı analarına danışdılar. Keçi hirslənib dedi. Yaxşı, qurdla mənimki qalsın. Siz qapını bağlayın, evdə oturun. Bəli, keçi düşdü yolun ağzına.
Az getdi, çox getdi, gəlib bir damın üstünə çıxdı. Ayaqlarını döyməyə başladı. İçəridən səs gəldi. O kimdir damım üstə? Tappır tuppur döyür, ayağın damım üstə. Keçi dedi. Balamı sən yemisən? Tülkü dedi. Yox, mən yeməmişəm, get qurddan soruş. Keçi oradan dəmirçinin yanına gəlib dedi. Dəmirçi qardaş, mənim buynuzlarımı qılınc kimi iti elə, nizə kimi də şiş. Sənə bir kasa qaymaq, bir kasa da süd verəcəyəm. Dəmirçi razı oldu. Birazdan keçinin buynuzları qılıncdan da iti oldu. Keçi onun qaymağını, südünü verdi. Çıxıb getdi qurdun damının üstünə. Bu vaxt qurd da bir qazan aş asmışdı, ocağın üstə bişirdi. Keçi damı döyəndə bunun aşının içinə torpaq tökürdü. Onda qurd çağırdı. O kimdir damım üstə, tas tökər şamım üstə, aşımı şor elədi, gözümü kör elədi. Keçi cavab verdi. Mənəm canavar, buynuzum qoşa-qoşa, balamı sən yemisən, gəl girək bir savaşa. Qurd cavab verdi. Çox gözəl, gəl savaşa, elə mən də səni axtarırdım. Qurd sözünü tamam elədi, dişlərini qıcırtdı. İstədi keçini yesin. Keçi ona aman vermədi. Geri çəkilib irəli gəldi. Ona elə bir buynuz vurdu ki, buynuzlar 2 qarış onun döşünə işlədi. Qurd bərkdən ulayıb yerə yıxıldı. Keçi o saat onun qarnını yırtıb Məngülümü çıxartdı. Bağrına bastı, gözlərindən öpdü. Qurd qışqırıb dedi. Vay qarnım vay. Keçi dedi. Məngülümü yeməyəydin. Vay qurdağım deməyəydin. Xain qurd öldü. Keçi balası Məngülüm yollandı. Şəngülüm, şüngülüm Məngülümü görəndə çox sevindilər. Onun üzündən, gözündən öpdülər, şadlıq elədilər. Halaliş bala da dosta. Ramazan masa. Abone olmayı unutmayın.